buyur. Valla mən gözəl bilirəm sən kimsən. Prosta özümə əziyyət bilmirəm. Sən məni gözəl bilirsən kim? Onda niyə adımı soruşursan? Niyə deyirsən kimsən? Sən danışıq, nə Yox, bilim, niyə deyirsən ki, danışıq cəhətdən mən qoysam çıxacaq. Mənim danışığım belə xoş gəlmişsə, başa qalırsan. Söz şiyəsi eləyənsən özünü. Səni mən tanımıram. Bir dəqiqə. Səndən mən kiməm? Bildiyin adamdan niyə soruşursan bəs kimsən? Yəni sən Niyə məndən soruşursan kimsən? Ay belə. Bilirsənsə niyə soruşursan? Nəyə? Yəni mən bir şey bilirəmsə, həmin şeyə nəsə maraqlanmaram. Düzcə buna arxayınam ki, bilirəm. Bəs bildiyin şeyi niyə soruşursan? Məqsədin nədir? Düşüncəsi olan insan bilir ki, sən fuflo söhbət edirsən. Sən heçsən. Nəyi fuflo söhbət edirsən? Sən ağzında deyirsən mən bilirəm sən kimsən. Amma mənim kimliyimi soruşursan. Necə yaxşı? Onda bildiyinə inanaq biz sənin, yoxsa bilmədiyinə. Sən bir dediyin sözdən ikinci dediyin söz üst-üstə düşmür. Bilməm anlata bildimmi? Mən sənə deyirəm ki, ay kişi. Nə deyirsən buyur. Sən kim olduğu mən gözəl bilirəm. Prosta özümü bilməm mən. Bildiyin adamdan niyə soruşursan ki, adın nədir? Bilirsənsə niyə soruşursan? Vetsiz insanlarla məzəməni böyle şəhətlərdən oğlandır. Yox, bir dəqiqə. Ekran kaydında var. Mənim adımı soruşmadın sən. Soruşdun, soruşmadın. Ekran kaydında 100 dəfə elə ekran kaydı. Bildim. Ay qardaş, ekran kaydında var. Mənim kim olduğumu soruşdun, soruşmadın. Sadəcə sən sual verirəm. Sənin kim olduğu mənə fərq eləmir. Soruşdum, sən kim olduğu bilməndən ötürü. Paylaşım mı ekran kaydın? Soruşdun da düzdürmü? Mən də deyirəm kim olduğumu bilmirsən. Bax indi deyirsən kim olduğunu bilmirəm. Bəs bayaq niyə dedin kim olduğunu bilirəm? Bax bu da kayda düşdü. Niyə dedin bayaq kim olduğunu bilirəm? Mən səni tanıyıram. Demədin kim olduğunu Mən kim bilmirəm. olduğu bilirəm. Okey. Bayaq nə dedin ki kim olduğunu bilmirəm? Adımı niyə soruşdun onda? Onu bu dedim. Mən indi gəldim. İndi mən bilirəm. Bildim. Sən yox idin burada. 2 nəfər idi. Niyə soruşdunuz onda? Bildim də. Mən səni tanıyıram. Bildin mi? Okey. Bildiğin şeyi soruşma da bilmediğin şeyi soruş. Roşka Nəfin yayınına səhv. Olar mı? Bilmediğin şeyi soruşa bilərsən mi? Sən yayınlardan tanıyırıq, özə gözəl tanıyırıq. Ay qardaş, məni tanıyan adam bəs niyə məndən bayaq soruşsan ki, sən kimsən ki? Tanıyırsan bayaq niyə soruşursan? Mən sənə demirəm, sən kim olduğunu mən deyirəm. Mən yəni deyirəm sən dedin ki, sən kimsən? İndi deyirsən ki, səni gözəl tanıyıram. Bir dediyin sözdən iki dediyin söz üst-üstə düşmür. Sən məni az öncə dediyin sözdə tanımış kimi davranırsan, indi dediyin sözdən tanımamış kimi davranırsan. Yaşa hansına inanaq biz? Səmimi ol da biraz səmimi insan. Ümumiyyətlə sən özünü tanıyırsan. Səmimi insanları xoş. Mən özümü tanıyıram, bəli. Mən elə gəl ki tanımırsan. Tanımıram. Niyə tanımıram mən özümü? Mən elə gəl ki tanımırsan. Sənə elə gəlir. Niyə sən elə gəlir? Elə gəlir. Bacına söz atmışam, mamana söz atmışam. Ailə niyə Evinin qatırsan? Ailə niyə Gələn qatırsan? danışma. Ailə niyə qatırsan? Niyə özünü Ailə tanımıram? çevrəlikdə Ben biz də özünü tanımayan adam, ailə. kiminsə ailəsinə söz atan adamdır. Bacına sataşmışam, mamana sataşmışam. Mən Neyləmişəm başlayacağım. Qulaq asıram, buyur. Yox, Qulaq asıram. yəni burada çox şey danışmayaq, artıq əskiyi danışmaq istəyirəm. Burada danışaq elə, burada danışmamsan çox Yox, şey. artıq əskiyi burada danışmayaq. Artıq əsi danışmıram, bir deyirəm Nömrə ilə evinə söz danışaq. Burada sataşmışam. artıq əski. Qardaş, evinə söz atmışam, etkadan kənar sənə söz demişəm. Bir dəqiqə, sənə etkadan kənar söz demişəm. Nə deyə də bilmərsən onu. Tabii. Ay sağ ol, deyə bilərəm, sən dediyin təqdirdə deyə bilərəm. Niyə Mən deyəmirəm? O sənə tərəfə heç bir söz demədim. Ay səninlə deyirəm. Səninlə də ölən ha. İndiki halda deyə bilmərəm. İndiki halda deyə bilmərəm. Amma sən artıq əsil danışarsansa, deyərəm o tərəfə də keçərəm. İndiki halda deyə bilmərəm. Heç kimə düşmə deyə bilmərəm. Abi ehtiyam. Danışanda gör nə danışırsan. Danışanda etka ilə danış. Mən sənə demirəm, deyirəm. Deyirəm, neynəmişəm? Sataşmışam, söz atmışam. Qoşulduq bura, normal söhbət edim. Artıq əsil ifadə işlətdim sənə. Artıq əsil ifadə işlətdim. Ekran kaydı var. Dedim sənə. İşlətdim artıq əsil ifadə. Sual verirəm. Artıq əsil ifadə işlətdim sənə. Hə ya yox, qısa və Öz konkret. kişinin zəifliyidir, sən söyməyəcəm. Sən bizi məcbur edirsən, Qardaş, sən söyməyəcəm. ifadə işlətdim, işlətmədim. Xahiş edirəm. Başıma dönüm. Öz kişinin Hə ya yox. zəifliyidir. Onu da sən Artıq əsil ifadə işlətdim, işlətmədim. Ekran kayıtları hər nədir, o başqa məsələdir. Hər nədir elə odur. Da sənsən, də orada kimdir ki? Okey. Mənəm, okey. İndi burada biz sizdən kişi kimi danışırıq. Sənə artıq əsil ifadə işlətdim, işlətmədim. Mən kişi bildiyimlə kişi kimi danışıram. Mən səninlə danışıram. Qardaş, artıq əsil ifadə işlətdim, işlətmədim. Hə ya yox, qısa konkret. İşlətdin, sən bizlə məzələnirsən, ha kişi. İşlətdim, Hə. işlətdim. Ekran kaydını paylaşım mı? Ah, tonla ağzı yansın mənə. Sən Okey. Ekran kaydını paylaşacağım. Millət baxacaq. Sənə artıq əsil ifadə işlətdim, hə? İşlətməmiş olsam ekran kaydını Əsgərliyə paylaşacağım. gedmişsən ha. Sən nəsən? İşlətməmiş olsam sən nəsən? Mənə bax, əsgərliyə gedmişsən sən. Ağzıma gələni danışma. Ay sən kimsən ki mənim əsgərliyimi müzakirə edirsən? Mən